Hatta ağırdım da belə dedim. Mən davamları əlimdəydim. Dön çıxarmış, üç qardaş balkonda oturacaq. Tam çalırlar. Yaxşı Talih, bəs bunlar səni 6-cı mərtəbədən atandı. Sən hara düşdün? Məhəbbətlə qambar. Mən 6-cı mərtəbədən tulladılar. Mən zibil qutusuna düşdüm, hə. Olmadı da Talih. Bax, qonşular bununla neçənci dəfədir ki, məhəbbətlə qəmbərdən şikayət edirlər ki, bunlar zibil qutusuna zibili balkondan atırlar. Olmadı. Yaxşı, sən mənə de görüm, bu səni zibil qutusuna atanda klokda atdılar, yoxsa belə açıq şəkildə? Kimətsə nötərməyəm, açıq şəkildə götürdülər, tulladılar. Görsən, bax ona görə də bir dənə külək əsən kimi bütün hər yan zibil olur. Düzgün görün, amma sən atırlar, kloka küçəkdir da bunu da. Sən nə danışma, nə ki? Yəni demək istəyirəm, zibil atısı klokda atdı da, qardaş, onu demək istəyirəm. Yaxşı, Talih, bir dənə söz deyim, sən bu anı yaşamısan da, bəs. Bu 6-cı mərtəbədən düşəndə nə fikirləşdin? Bundan tutum, deyirdim. Bundan... Əğmadım. Bırak. 6-cı mərtəbədən düşəndə fikirləşdim ki, qoy qolum sınsın, ayağım sınsın, barmağım sınsın, bircə ağzı üstə düşməyim, dişlərim sınıb eləməsin. Bu sənin boynun sınmasın, niyə dişin sınmasın sən? Bilirsən Ənvar polis, dişin birini indi 300-400 manat əkirlər. 32 dənə də deyiş harca 10.000 pul eləyir. Elə bilir bir dənə çeşkan alıb ağzını da sürürsən. 200 manat. Yaxşı, bir şey mənə qaranlıq qaldı Talih. Mən bu gələndə baxdım, sizin balkonun altında zibil qutusu yox. Zibil qutusu balkonun altından 60 metr aralıdadır. Sən nətər düşünsən o zibil qutusuna? Rikaşetlə. Rikaşetlə elə bil. Bizim düz balkonun altından düşəndə 3-cü mərtəbədə qonşu krosla tenə qoyubdu. Belə. Mən düşdüm, gəldim onun üstündən, getdim. Elə bil, bu elim qoymasın. Elə bir şey getdim, sonra düşdüm. Filmlərdə olmur, o gülləni atırlar. Ay uşaqlar, baxın siz mənə bir məsləhət verin, görüm. Mən xanıma və badama necə yox deyim. Mənim onlarla xasiyyətim tutmur. Ayrılmaq istəyirəm, amma bilmirəm nətər eləyim. Qalmışam belə. Sən konkret yox demək istəyirsən Yox da. demək istəyirəm. Ona gəl belə eləyək. Mənim 2 otaqlı evim var. Sən aparım o otağın birini gizlədim. Denən hə. Sonra da gəlim, badamla xanıma deyim ki, Teymur çıxıb gedib xaricə. Ondan əlinizi üzün, o bir də gəlməyəcək. Nə olur? Bilirəm. Onda mən apar öz evində gizlər. Ay sağ ol. Sonra xanımla badamı gətirir evə. Deyir ki, Teymur heç ara getməyib, yerində heç kəs bilir. Bax, burada gizlərim, bilirəm. Yaxşı, onda başqa bir variant fikirləşdim. Teymur müəllim, siz heç düzgün eləmirsiniz axı. Yay bala. Bax, siz neçə vaxtı onları aldadırsınız, onları gözlədirsiniz ki, sizə cavab verəcəm. Onların ikisi də sizi sevir axı. Düzgün eləmirsiniz, indi onlara yox demək istəyirsiniz. Neyini maliyim? Elə bilirəm ki, bunlar hamısı mənim zavanlıq səhvlərimdir. Bunları mənim zavanlığıma keçmək olar. Amma bilmirəm onun ikisinə bir yerdə nətər yox deyim. Tamam başımı itirmişəm. Hə, onda belə eləyək də. Sən badamla xanımı çağır bura. Otur söhbət elə, söhbəti at. Söhbəti gətir yoxa kimi. Gördün, yoxa deyəmirsən, mənə qaş göz elə, mən gəlim sənin əvəzindən onlara yox deyəcəm. Sən narahat olmadı, sən gətir, mənim gülər. Sən ondan sonra müştəri gəlir, dur, gör nə istəyirdi, qarışma müştərini. Görmürsən mən nə gündəyim, qanım qaradır, xahiş edirəm, sən özün məşğul ol. Salam Mələkəm. Əleyhissalam. Mən yemək yemək istəyirəm. Nəyiniz var? Qardaş, yaxşı olar ki, siz bizlə üzbəyi təzə restorana asılıb. Belə çox səviyyəli restoran, nə deyirsən var ha? Quş südü can nərmanı.
Çox da qəşəng bahalı restorandır. Gedin orada yiyin. Bizdə ucuz restorandır burada, nə yeyəsən? Mən başa düşmürəm. Ora bahadırsa, niyə mən burada yeməyim? Yəni qardaş, mən prestijə görə deyirdim. Yəni baxıram qalxıza, videoya, fotoğrafa görürəm bizim restoranın standartına uyğun gəlmirsiniz. Ona görə deyirdim. Mənə yemək gətirin, mən çox azmışım. Onda əyləş, ha. Orada yox, orada yox. O stol laxlayır, deyir kes buna. Bax göz saqqız yoxdur. Zəhmət olmasa menüyü gətirin. Bizdə menü olmur, eləcə dolmadır. Onda dolma gətirin zəhmət olmasa. Dolma Amma dolma dünənin dolması da. Gətirin zəhmət olmasa mən çox azmışam. Tezini tələsirəm. Amma soyuducuya qoyulub buz kimidir, qazımız gəlmir, istəməyəcəm, eləcə gətirəcəm. Qardaş, gətir, nə gətirirsən gətir. Bir əsasını qarşı. Gətirim onu. Abbas, ağrı gedirsən. Gəl görək ağlımıza ayrı nə variant gəlir də işimiz var axı. Görmürsən dirəşdi. Qoy gedim dolmanın büküm üstə qoyun gəlim. Sən izahatı dedin, mən də yazdım, izahat hazır. Sağ ol, sağ ol. Birdə qalıb qol çəkməyim. Sən qol çək. Ay Ənvər polis, mən nəylə qol çəkim? Bu əlim qırıqdır, burada parmağım tutan, mən əvəzmi, sən qol çək. Tər eyb yox da, mən sənə etibar edirəm. Yox, Tali, yəni mənim üçün fərq yox. İstəyirsən əlindən çək, ayağından çək, başından çək, amma qolu sən çəkməlisən, variantı yox. Gəl görək. Olğunma girmişdi. Ənvər polis. Amma Tali, qəşəng xətti var. Sən indi bunları nətər tapa biləcəksən? Qəmbərlə məhəbbət deyirəm. Tali, sən özün görünür ki, mən ələk-fələk elədim də, hər yanımda zəng eləmədim, yer qalmadı, sən özün görünür. İndi bizdə də variant var. Mən onu da zəng edeyim, Tali, nə eləsə onlar edir. Ənvər polis, sənə güvənirəm. Qadınam, gör nə insan. Qəmbərlə məhəbbət tut. Mən elə oğlan olmamışım. Talih ağzımla qol çəkin oğlan olmayıb. Gör mən nə qədər vadır olmuşam. Alo, hello. Mı. My Fı. Anladım. friend Tali, Fı. sister, Bı. Orada. boyfriend, Allah. Lovey, and Bilmirəm. boyfriend, Qəmbər. Qəmbər də ingilisindədir də. Qəmbərin ingiliscə tərcüməsini tapamamışam burada. To be Sex. Hadi oldu Ayqa. Kiss you. Davay. Kim idi Ənvər polis? Kimlə danışırdın ki qadın? Interpol mu? Xariclə danışır. Onlar tapa bilər. Tapa bilərlər. Göydə tapalım. Məsəl. Sən özün bilirsən, mən kreditdə tez-tez girib çıxanda. Kreditdə toster götürmüşdüm. Bəzən imkan olmadı deyil. Telefonu söndürüb getdim xalam gilə rayona. İnanırsan, məni Interpola verdilər, 5 dəqiqəyə tapdılar. Mən onu sonra gəldim, 17 manat verdim ki, ona görə mən qaçıb telefonu söndürüb xalam gilə gedək. Görürəm. Əlbəttə, sən elə oğlan deyilsən. Ay oğlan, Ənvər polis, qadın sənə bir sual verim. Bu indi məhəbbətlə Qəmbər səncə harda gizləndilər? Tali, sən bilirsən ki, mən bu işdə artıq 22 ildir fəaliyyət göstərirəm. Yəni, professionallaşmışam və pişmişəm. Bu dəqiqə məhəbbətlə Qəmbər ya Londondadılar, ya New Yorkdadılar, ya Afinadadılar, ya da Romada.
Müəllim adınızı yazıram bax. Rövşən müəllim 3 manat. Çox sağ olun. Bax, amma müəllim danışdığımız kimi yediyiniz yeməyin pulunu sabah saat 2-yə kimi çatdırmasanız, bax bu qalstuk batdı. Bax danışdıq ha. Yaxşı olun müəllim. Arif müəllimə də salamdır. Xanım, sizdə də nisiyə? Nağdı, hoppa! Görüm, olmadı, görüm də. Ay, çox sağ olun. Adımız nə oldu? Tükəzban. Çox sağ olun. Neli? Ala bu qalıstuku, qoyursan o qalıstukların içine. Yaxşı? Alın. Badam, ilk önce ben sana çok sağ ol demek istiyorum. Ben seninle tanış olandan kontur sarıdan körlüğüm olmuyor. Böyle. Hanım, Ay can. ilk önce ben sana çok sağ ol demek istiyorum. Ben seninle tanış olandan sulh ürəkdən, quş ətindən körlüğüm olmuyor. Halal xoşun Teymur. Bu da belə. İndi istəyirəm qəti qərarımı verim. Teymur, al bu telefonu, koy cibine. Ama xahiş ederim bu telefon senin fikrini değiştirmesin ha. Teymur, yalvarırım, adaletli karar ver. Teymur. Gör senin dovşanın senin için ne getirip. Teymur, mən bilirəm ki, sən bax, kənd çolpasının çaytmasını da xoşlayırsan, bulyonunu da xoşlayırsan, qızartmasını da xoşlayırsan. Sənin üçün lap belə diri toyuq gətirmişəm, Teymur. Amma səndən bir dənə xahişim var. Bax, mənim gətirdiyim bu toyuq sənin fikrini dəyişdirməsin ha. Fikirləş, qəti və ədalətli cavabını ver. İndi siz də mən başa düşündə, mən də qalmışam belə çıxılmaz vəziyyətdə. Salam xanım. Salam. Sizdə pire sünnət neçədir? 3 manat. Bəli. Və yumurta pomidor? 4 manat. Əpiti neçədir? 3 manat o da. Bağışlayın, sizə nə lazımdır? Yəni ki, nə yemək istəyirsiniz, mən sizə verim. Mən isə qabaqda restoran açmışıq təzə. Orada müdür göndərdi ki, sizin qiymətləri maraqlanıb. Sizdən 50 qəpik ucuz verək. Sizin elə qabaqda gedirik. Ha, nə gözəl. Təbrik edirəm. Xeyirli olsun. Sağ olun. Çığırtma da 3 manat 50 qəpikdir. Leyli, nahara nə yeyirik? Abbas, mən bugün burada nahar eləməyəcəm. Niyə? Üzbəyaz kafe var, orada yeyəcəm nahar. Orada ne yiyorsun ki? Burada yiyək də. Abbas, çünki bizim qiymətlərdən oranın qiyməti 50 qəpik aşağıdır ona görə. Sonra elə mən də gedib orada yarımda, burada yeyim nə israf edirəm. Siz də məni düz başa düşündə, mən də qalmışam çətin vəziyyətdə. Bilmirəm son qərarımı sizə necə deyim. Necə deyim? Qərarımı. Nə deyir ha bu? Son qərar. Başa düşdüm. Teymur, bir şey fikirləş də, Teymur. Xanımlar, bu maymaq sizə qərarını deyə bilmir. Ona görə də Teymurun yerinə mən deyəcəm sizə qərarı. Elə bilin ki, Teymurun sözü, mənim dediyim söz. Sağ ol, yapız. Xahiş edim, ağlayıb sızlamayın, hər bir sözə hazır olun. Teymur sizin, hər ikinizə də hadi! Göyçək, Sevda. Nə var? Sizin ərləriniz talihi balkondan atırdı. Sizə nə olmuşdu? Niyə ağzınızı açıb bir kəlmə dinlənmirdiniz? Arzu, bizim kocalarımız sənin ərin kimi arvadağız deyirlər. Onlar heç vaxt arvadın sözünə baxmıyorlar. Öyle. Bəs belə oldu, hə?
Mən axmaqda deyirdim ki, Talihə deyim bəlkə şikayət ərizəsini dala götürsün. İndi görərsiniz, heç nə deməyəcəm, heç eybi yoxdur. Arzu, bilirsən nə var? Bizim düzəməlli beynimiz yaxda. Bil ki, biz qardaşını 6-cı mərtəbədən atan bacılardanıq, onu bil. Talihə ikinci dəfə siz atmışsınız balkondan. Yaxşı, ərlərinizi başa düşdüm, sizə nə olmuşdu? Siz niyə qardaşınızı aşağı atırsınız? Bilirsən nə var Arzu? Qardaş bizimdir, özümüz bilərik. Bu da sənin tərifli kürəkənlərin. Çox deyirdin ki, bir ayın içində qızlarımın ikisini də verdim ərə getdi. Tərifli kürəkənlərin oğlunu balkondan atıp qaçıb gizlənirlər. Ay gidi dünya, ay gidi dünya. Ay gör kim kimə lağ eləyir, Ay niyə sən öz kürəkənlərinlə danışmırsan? O deyil, biri bomuş olub küçələrdə gəzir. O birisi də o deyil, laydı var kimi uzanıb bərdəni elə uçunu itirib yerdə yatır. Sən gərək ağalıq eləyir. Qoymayaydın da onu balkondan atsınlar. Uy, mənim sözüm keçmir dayna. Mən dedim, eşitmədilər. Sən böyüdün, sən ağbirçəydin, sən anaydın, başın yaylığını ataydın onların ortasına, uşaqları sakitləşdirəydin dayna. Bəsdir, danışanda fikirləş danış. Mən Ceyran, hər şeydən ötürü yaylığını yerə atmaram. Kodumdan al, kodumdan al. Bax. Teymur, sən niyə badama yox demədin? Bilirsən xanım, mən badama birbaşa yox deyə bilmərəm. Nə üçün? Çünki qadın xeylandı, düşər depresiya, özünə nəsil yer. Ona görə yox deyə bilmərəm. Teymur, sən bilirsən də mən səni nə qədər çox istəyirəm. Bilirəm. Teymur, mən sənin üçün canımı da verərəm. Onu da bilirəm. Teymur, sən bilirsən ki, mən sənin üçün ürəyimi də verərəm. Bilirəm. Teymur, sən bilirsən. Bilirəm. Teymur, sən bilirsən ki. Bilirəm. Nəyi bilirsən, Sən məndən ötürüb bövrəyini də verərsən. Teymur, sən mənim ürəyimi oxuyursan. Xanım, mən sənin ürəyini oxumuram. Bayaqdan bunu 50 dəfə demirsən. Yaxşı da Teymur, sən bilirsən ki, mən səni nə qədər çox istəyirəm. Teymur, mən sənin üçün hər şeydən keçərəm, sən məni istəmirsən Teymur. Qoy, gördüm burasını. Aç, bir dəqiqə. Nə olur? Vaxtınız qutarda artırırsınız. Yox. Onda meydan sana boşaldan rəqs eləmək istəyənlər var. Hele indi başlamışıq oynamağa, qoy bir rəqsi bitirək də. Ay o başqa adam gözlü nədir? PlayStation salonudur ora. Bilirsən səni? Abbas, bir dənə gözəl bir mahnı qoyun, rəqs eləyəcək. Görüm, pulu görüm. Buyur Abbas. Teymur, sən xanıma niyə yox demədin? Ay badam, gördün ki mən rəqs eləyəndə ağzım açıldım tona söz deyəm, başladı ağlamağa. Mən durayım yumuşaldı, yazığım gəldi gəldim. Ne diyeyim? 5 manat ver, bir dənə mahnı qoyum, ikimiz rəqs edəyək. Yox, istəmirəm. Heç romantikan yox da. Arasında da buna bir boşqab bəs edim, ikinci boşqabı məxəb qoydum. Yaxşı, bir qaşıq da yeter. Ay, sağ ol, xəstəsini çox geç. Arzu, bilsən nə istəyirəm? İstəyirəm anama deyim ki, mənim üçün xaş pişirsin. Çox xoş istəyirəm anam pişirir, xaş çox dadlı olur. Hani xaşı neyinir səni? Bütün evi iyi basacaq, xaşı niyə götürəcək bütün evi? Mən ayağım qırılıb, qolum qırılıb. Mənə xaş lazımdır, həm də ürəyim xaş istəyir. Bəlkə sən xaş pişirəsən. Mən? Baş üstə, sən istəyirsənsə, sən xətir və xaş da pişirərəm. Sən pişirdiyin xaşı yanda adam 5 parmağını 5'e. Parmaqlarını yalamaq istəyir. Deyirəm ki, Arzu, nə yaxşı oldu, balkondan yerə düşdüm, yıxıldım. Öyle niyə deyirsən?
Kolum kırıldı, kıçam kırıldı ona göre. Ha, bir romantikan olsun. Ben derim ki biz tek kaldık. Biraz çoktan da baş başa kalmadı. Baş aşağı gəlirəm. Başımı yerə soxmasın məni. Başımı qaldırmağa da utanıram. Hamı deyir ki, balkondan bacılar atan oğlanın qaynanası. Kimdir Arzu? O kimdir? Boşa düşmedin. Ceyran, boşa düşmedim. Onu söz dersen. Başı benim değil, yaxşı elif atıblar. Özüm demişəm ki, məni atsınlar. Lazım olsa xahiş eləyəcəm onlardan. Boşa düşdün? Talih, bizim adımızı çəkdin, bizde işim var. Girin sersem çıkanınızı tutayım. Bunların söz demeyi olur mu? O dəqiqə. Talih, oğlum, mən ona görə demirəm ki, sən əsəbləşəsən. Mən deyirəm ki, əvvəlcə səni bacıların atdı, sonra da yeznələrin atdı. Qorxuram ki, belə getsə bu adət halına alır. Aç kulaklarını diqqətlə eşit. Ben öyle bir kişinin neslinden çıkmışam ki, o kişinin o kişinin kişinin adı da. Kişinin adı bu da ki soyduracaksın onun adı da o bıyıklı kanserli. Şıkallının neslinden hala çıkan adamı hiç kim balkonuna atabilmez bayılışlar. Ben şıkallının nevesiyim. Talih, oğlum əsəbləşmə. Demək istəyirəm ki, ağzına gələn danışır sənin haqqında. Bir bunların haqqında bir ölçü götür də. Hadi. Bir hərəkət elə. Bezdim seni, sen de yemek pişiremmişsin. Dedim koy anam bana kaç pişirsin, kat yetti. Zeyran, sen de bana ağıl öğretme. Ben bilirim kimin hakkında ne karar verirsin. Gelin çay, öyle git çay. Ay ana! Leyli, Hə, bas. necəsən? Sağ ol, sən necəsən? Leyli, ben oradan gələndə belə sənə baxdım. Sən nə oxşuyursan, o Barbie kuklaları var, görürsən. Hə, bax onun kutusuna oxşuyursan. Apa, sən də çox zarafatçısan, nə deyirəm? Mən beləyəm, Hə, belə yəni ağlıma cüz sözlər, fikirlər gəlir. Bayaq təsəvvür elə ki, çöldən gəlirəm, deməli, gül dükanı var, gül dükanında gül satırlar. Belə ağlıma interesli belə ciş fikir gəldi ki, o gülün, qəşək qızıl güldü, 100 dənəsini alım, belə bağlatdırım, gətirim sənə belə hədiyyə edeyim. O nəyə geç fikirdir ki? Hə, ciş fikirdir də, gülün biri 5 manat, 100 dənə gülün 500 manat pul eləyir. Elə gülə 500 manatı verincə, 500 manat aparıb verəm bir prosto yüzüyə, gətirib pullayarım sənin qabağıma, deyərəm ki, gəl nişanlana az. Abba, sən bu sözləri mənə ciddi deyirsən. Leyli, incimə, çox kobudsan. Sən bu hozu sözlərin olmasın da. Bəs niyə heç bir dəfə də olsun, məni şam yeməyinə dəvət eləməmisən? Açıq Leyli, bir iki də belə ağlıma giz-giz fikirlər gəlir ki, bəlkə səni yeməyə dəvət edeyim. Amma əgər həqiqətən istəyirsən, bir də oturaq hansısa bir kafedə bir loxma çörək yeyək. İstəyirsən? Əlbəttə ki, istəyirəm. Onda budulniki qur. Sabah səhər 7-də mənə dur qız, gedə bu Qəzənfərin xaşxanasına qəşək bir hərəmdə bir iki kasa sarımsaqlı sirkəli bir xaş vuraq, nə deyirsən? Ha, bir dəqiqə saç sonunda. Ha, qardaş, bezdim ya. Mən sizin səsinizi eşitməkdən bezdim, boğaza yıxıldım. Olmaz ya belə şey. Səsimiz, küyümüz bütün bizim beynimizə işləyir. Evdə arvad var, uşaq var. Bir özünüzü fikirləşmirsiniz bizim fikirləşində. Qələt eləyibsin üstünə də ev almadık ha. Olmaz ya, yığmısınız ya məni boğaza. Ev yoxdur. Mən bilməm bunun axını nə edəcəm. Ev yoxdur. Bezdim etsinlər bizdən mən. Bunun bu termometre hazırdır. Hə, hazırdır, verim. Əcət onun bu termometrini ver. Olmaz ya qardaş. Çox səs-küy gəlir qardaş. Ay səs-küy gəlir nədir? Başım benim. Bağışlayın da, Başım benim. Xahiş edirsin, siz xahişdən keçmək. Olmur, öyrənməyin də qardaş. Bir də olmaz, bir də olmaz. Üst qonşuyam olmaz elə. Abbas, Teymurla hara getdi? Teymur bu adamla xanımı götürür.
Deyirəm mən bu evim, eşiyim, bacam, varım, dövlətim hamısı sizə qurbandır. Çox sağ ol. İntihası mənə bir şey maraqlı gəlir. Xeyr ola bir qisməti yada saldınız. Yəni qismət heç vaxt bizim yadımızdan çıxmayıb. Sen həmişə bizim yadımızdasan, həmişə bizim yadımızdasan. Ay qismət, ay qismət. Açığım deyim. Eşdirəm. Sənin bacanağın nədir? Tüley. Hə, tüley. Ondan sözümüz çəpləşdi. Çəpləşdi nə? Deməli məhpləşdik. Çəkdik balkona. Sözləşdik. Çak. Balkondan atdıq. Aşağı. 6-cı mərtəbədən ağızda yeri gəlir. Taleyi siz atırsınız balkona. Halaldır sizə, halaldır. Amma indi Səndi. bizim gəlməyimizin məqsəd tamamilə biraz başqadır. Buyur, de, sözün Qaçan canım. oğlan deyiləm eşkimin qabağında. Burada dedim, tarih də sağ qaldı deyə, ona görə də deyirəm ki, bizi polisə də verəcək. Çox sağ olun ki, gəlibsiz. İndi bilirsiniz də, vəziyyətim şükür pis deyil. Şükür, yox. Obyektlər prospektdə, hamısı kakpalojina, dolanıram, razı. İndi sizə də bir iş yüzlük qoşarıq. Çox sağ ol, İsmət. Çox sağ ol. Amma bir dənə şərtim olacaqdır. Şərt? Sənin şərtinə mərtinə mən buzu kəsərəm, buzu məsərəm. heç bir şərtdən Biz qorxmaz. şərtdən mərtdən qorxanıq. Laf yaxşı. De, gəlsin. Deməli, 50-50 işləyəcəyik. Yəni nətər, məsələn biz indi 100 qazansaq 50% bizim 50% səni, yoxsa başqa bir şey? Deməli belə. 100 qazansaq 50'si sizin, 50'si mənim. 1000 oldu, 500'ü mənim, 500'ü sizin. 10.000 oldu, 5.000'i sizin, 5.000'i mənim. Yaxşı, onda bir dəqiqə. Onda 20.000 manat qazansaq elə ki 10.000 manatı bizim, 10.000 manat sənin. Düz dedin, amma burada manat söhbəti getmir. Nə söhbəti? Putulqa. 20.000 putulqa gətirdiniz, 10.000'i halalınız, 10.000'i də mənim halalım. Yox, yaxşıdır da, pis deyil, niyə ki? Yaxşıdır. Onu da deyim sizə, bu zibil işində pul zibil kimidir. Yəni bizə problem yaradan olmayacaq? Yox, qətiyyən narahat olmayın. Deməli, bu teritoriya gerisiniz, işləyirsiniz. Kim yaxınlaşsa, deyirsiniz ki, qismətin adamıyam. Narahat olmayın, o pişi bura. Baxın, mənim köhnə qrup yoldaşım Sergeydir. Qəşəngdir də, buralar bizlikdir də. Deyirəm ay bəhəbbət. Bu oxumaq, bu ali təhsil, mali məhsil, nə gözəl, nə mözel şeydir. Sən intellektin ki oldu, həmişə işin var. O iş olmadı, bu iş oldu, bu iş olmadı, bu iş oldu. Belə eləyək, sabahdan başlayırsınız işə, amma işdə diqqətli olmaq lazımdır. Qətiyyən, suroku çeşmiş, yemək içməyi yaxın. Yox, bizə özümüz Şuna mütləq baxın onun ştrik koduna da baxın. Qismət, sən bilirsən ki, məhəbbət elə bir oğlan deyil. Yəni məhəbbətin adı varsa, adı varsa ana var. Yoxsa bəhqəşi düz atırdın, imkan elədik deyə bilirsən də yatmağa yer olar yarın ki. Yer qurbandır. Bura bax, deməli belə. Siz ikiniz bir kravatda yata biləcəksiniz. Heç bir problem yox. Biz bacanaq deyil, biz qardaşıq. Laf yaxşı. Deməli belə. Bax, bu duxspalnidə siz yatarsınız. Elə burada da naspalnidə də mən yatarım. Mastıqdan zatdan, yorğandan, morğandan. Yastıq əlini başının altına qoydun, belə oldu yastıq gözəl. Yox, yəni. İndi işdir də sizin. Problem deyil. Biz işə başlayaq, yoxsa... Dincəlin, sabahdan işə başlayırsınız. Deyirəm, onda biz əlimizi çıxardaq ki, sonra duranda söyək olmasın da. Başa düşürəm ey aymama, başa düşürəm. Bacılarımdır, canımdır, qanımdır, doğmamdır, əzizimdir. Amma tutturacam. Əgər mən bacılarımı tutturmasam, mən kişiyəm. Gör nə deyim. Sağ canım qurban, bəs sən bacılarını tuttursan, bəs onda bu cəmaat bizə nə deyər?
Əgər mən bacılarımı tutturmasam, onda cəmaət bilirəm mənə nə deyək ki. Bu nə tək kişidir, həftə 8-9 altdan zibilliyyatlar. Ben seni başa düşürüm, yıkıldın oğlum, boşuna dönüm. İndi sen qəzəblənmisən, amma yadında qalsın. Adam yıxmaq güclü olmaq deyil, güclü o kəsdir ki, qəzəblənəndə özünü saxlaya bilsin, özünü ələ ala bilsin. Başa düşürsənmi, başına dön. Qalcan qal. Yerimiz. Ali, sən zəng elədin, mən də gəldim. İndi de görüm, şikayətin kimdən? Bilirsən nə var Arzu? Qardaş bizimdir, özümüz bilərik. Sənin boynun sınmasın, nəyə ki dişin sınmasın? Olğunma gelmişti. Olğunma gelmişti. Olğunma gelmişti. Talih el oğlan oldu. Ağzından kol çəkən oğlan oldu. Barbie kuklalar var, görürsən onu? Görürəm. Hə, bax, onun kutusunu oxşuyursan. Apa sen de çok zarafatsızsan, ne diyeyim? Sincimə Leyli, çox kobudsan. Sən bu hozu hərəkətlərin olmasın da. Leyli, sən... Ben de öyle bir Sen yana bak baldı ya, sen yana bak ya. Ben kavak demişim ama. Dincəlin, sabahdan işe başlayın.